Bu da Novruzlu kəndinin yanından keçən Qarqar çayı. Şuşadan başlayaraq Xan kəndinin böyrü ilə Əskərəndən gəlib keçir və buradan da keçir Ağcabədidən Ağgölə tökülür. Qarqar çayı. Vaxtilə Alban tayfalarının birinin adı ilə adlandırılmış çaydır. Quruyan çay silsiləsinə aiddir. Amma indi hal-hazırda biz burada olduğumuz müddətdə görürük ki, çay gəlir və yaxın bir məsafədə vaxtilə Ağdam Novruzlu kəndini Ağdam şəhərindən birləşdirən Qarqar çayının üzərindən çəkilmiş körpünü görürsünüz. Körpüdür. Bu da çay hal-hazırda görürsünüz ki, öz məcarası ilə axır. Və bayaq qeyd elədiyim kimi, vaxtilə mövcud olan körpü öz yerində durur, amma biraz təmirə ehtiyacı var. Çayın yəqin şırıltısını da eşidirsiniz. İndi getdikcə artıq bu çayın səviyyəsi artacaq. Bu aylar olanda artıq aprel-may ayına qədər burada əməlli başlı su yığınağı çay vəsitəsindən gəlib buradan keçir və bunun şırıltıları həmişə Novruzlu kəndində hiss olunurdu. Gecə, səhərə yaxın bir də duyuq düşürdün ki, Qarqar tərəfdən çayın şırıltısı gəlir. O saat hamı bilir ki, yuxarılardan toplanan sel suları çay vasitəsindən gəlib kəndin yaxınlığından keçir. Müqəddəs yurt yerimizdir buralar. Qarqar çayının içərisində hal-hazırda bu mənzərəni çəkirəm. Çox belə cazibədardır, çox müqəddəsdir, çox belə maraqlıdır. Adam doğma hisslərlə yaşayır. 30 il ərzində nə qədər əzab-əziyyət çəkmişiksə, vətən torpağımızın azad olmağı bizi o əzab-əziyyətlərin hamısından xilas edir. Bu günləri özümüzü bəxtəvər saya bilərik. Çünki Azərbaycanın ərazi bütövlüyü təmin olunub, erməni işğalçıları vətən torpağından qovulub. İndi Novruzumuz da azaddır. Bax, buradan görürük, bu mənzərə Novruzlu kəndinin mənzərəsidir. Qarqar çayın sağ sahilində. Vətən torpağına, yaşadığımız, doğulduğumuz Novruzlu kəndinə. Buradan sağ ol deyirik, müvəqqəti ayrılırıq. İnşallah qısa bir müddətdə yenə qayıdıb bu torpağa gələcəyik, bu torpaqda yaşayacağıq, bu torpağı qurub yaradacağıq.